Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Latışların Artıq Tamah Baş Yarar adlı nağılını danışacağım. Kəndlərdən birində çox varlı ağa vardı. Amma o, bu var dövləti başqalarının ah naləsi və səfaləti hesabına yığmışdı. Bir dəfə yayın quraq keçdiyini görən ağa, növbəti ilin qıtlıq olacağını təxmin etdiyindən bütün ətraf kəndlərin məhsulunu topladı. Böyük ambara çilovlar dolusu çovdar yığıb gözləməyə başladı. Elə onun düşündüyü kimi də oldu. Sonrakı il qıtlıq başladı. İnsanlar artıq çörək bişirməyə bir ovuc çovdar unu tapmayanda varlı ağanın yanına getdilər. Çuvalını bir qızıla satdıqları çovdarın kilosunu bir gümüşdən almağa məcbur oldular. Yoxsul bir kəndli əzab-əziyyətlə qazandığı gümüş pulu götürüb ağanın yanına getdi. Amma ağa belə dedi: "Çovdar bahalaşıb. İndi kilosu bir gümüşə yox, 2 gümüşədir." Kəndli evinə qayıtdı. Bir neçə əşyasını satdı. Yenidən ağanın yanına getdi. "Yenə gecikdin. Hər şey od qiyməti nədir? Çovdar da çox qiymətli olub. Sən gedəndən sonra kilosu 4 gümüşə qalxdı." Kəndlinin evində satmalı heç bir şey qalmadı. Ağanın evindən çıxanda evdə onu gözləyən ac uşaqları yadına düşdü. Əli boş evə gedə bilməyəcəyini düşündü. Ağacın dibindəki böyük daşı budağın altına doğru diyirləməyə çalışdı. Daş olduqca ağır idi. Yerindən çətinliklə tərpəndi. Amma daş qalxanda nə görsə yaxşıdır. Ağacın dibində ağzına qədər qızıl və gümüşlə dolu bir quyu vardı. Bunun qədimdən qalma bir xəzinə olduğunu düşünən yoxsul kəndli dərhal bütün qızılları heybəsinə doldurdu. Ağanın yanına geri qayıdıb, bağçada tapdığı pulların bir qismini verərək ambardakı çovdarların hamısını aldı. Sonra isə kənd cəmaatına payladı. Yaxşı alver elədiyini düşünən ağa isə kəndlidən aldığı qızılları böyük daşın altındakı quyuda gizlətmək üçün bağçaya çıxdı. Amma kimsə onun xəzinə bastırdığı quyunu tapmış, bütün pullarını götürmüşdü. Bunu görən xəsis ağanın ürəyi tab gətirmədi, elə ağacın dibindəcə yıxılıb öldü. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.